Mühərrik sarğılar vasitəsilə rotoru hərəkətə gətirir, düzdür? Deməli, burada mühərrikdə elektrik cəhətdən nə sıradan çıxa bilər? Sarğı sıradan çıxa bilər. Sarğı neçə cür sıradan çıxa bilər? Ya müqaviməti sıfıra düşəcək sarğının və yaxud da sarğı korpusa verəcək, düzdür? Gövdəyə başlayacaq sızma cərəyan etdirməyə. Və yaxud da sarğının hər hansı bir hissəsində, daxilində. Bu hissədə tutaq ki, qırıq olacaq. Və nə olacaq? Maqnit sahəsi yaratmağa başlamayacaq. Digər tərəflər işləyəcək, amma bir sarğı işləməyəcək. Başlayacaq digər sarğılara yük düşməyə. O da qızmasına səbəb olacaq. Necə yoxlamalıyıq ki, bu sarğılar bütöv şəkildədir, müqavimətləri eynidir, yoxsa yox. Və burada görürük ki, bu sarğı ilə bu sarğının əlaqəsi var. Bir sarğıdır yəni bu, düzdür. Burada başlayıb və burada sonlandırıb sarğı. Həmçinin bu sarğı burada başlayıb, burada sonlanıb. Bu sarğı da burada başlayıb, digər tərəfdə sonlanıb. Bunu yoxlayanda birinci baxmalıyıq ki, hər sarğının müqaviməti eynidir, yoxsa yox. Və hər sarğıya bir-bir tuturuq. 13.2 ohm. 13.2. Sonra keçirdiririk bu sarğıya. 12.8 12.8 ohm.